Sən bunu yetişdirəndə sən qabağı fikirləşməlisən. Səndən sonra insanlar Bəli. incilməsin, əziyyət verməsin. Aha. Azərbaycanda da ən böyüklərdən biridir. Və onu da vurğulayım ki, sağlam ayaqla. Yəni problem yox. Sən Dostlarışa da onu təsir görərəm ki, kimisə iti varsa, burada bir şey yoxdur. Gəlir, çəkiş eləyir, tanıdır. Даже qoy görsünlər ki, Azərbaycanda da belə yetişdirirlər itlər. Xaricdə də bir boy ölkədə də, Türkiyədə də, nə bilim, başqa ölkələrdə də gedib çəkirlər. it görəndə xolqa necə dəyişir o. Hələ qızıdır. Sizi Binə qəsəbəsindən salamlayıram. Bu günləri gəlmişik bir çox itbazların tanıdığı Anar qardaşı yanına. Anar, salamlayıram səni. Əziz qardaş, ilk öncə izləyicilərimizi salamla, özünü təqdim elə, başlayaq çəkilişimizə. Salam, adım Anardır, çox tanıyır. Binədən xoş gəlmisiniz, səfa getmisiniz. Sağ ol əzizim. Sənə bir şey vurğulayım ki, dünənləri mənim çox hörmət qoyduğum belə bir qardaş var. O mənə zəng eləyib axşam gecə ilə ki, salam əleykum. Deyirəm əleykum salam. Deyir, Anar qardaş hardan tapsan? Deyirəm nə edirsən ki? Deyir ki, deyir respublikada deyir mənəm deyən pitomniklərdən biridir Anar qardaş da. Dedim Allah canını sağ eləsin, gedək çəkək baxaq görək heyvanlar nədir. Bu zəncirdən mən çox az sayda görmüşəm. Gözəl zəncirdir. Adı nədir bu heyvanımızın ana? 4 yaşı olacaq fevralın. Xəzər. Gördüyüm qədər bu setkadan, kletkadan gördüyüm qədər ən hündür heyvanım budur. Ən hündür budur. Azərbaycanda da ən böyüklərdən biridir. Və onu da vurğulayım ki, sağlam ayaqla. Bu çox vacibdir. Genetik sağlam yetişdirilmək. Vaxtı həmişə Zağranisə baxmışıq, demişik ki, bizdə də belə iddia. Şükür Allah, Azərbaycan özü yetişdirir. Bu da bir övüzündür. Övünəvləri ki, Azərbaycanda yekiklər 100%. Bu yerdə bir şey vurğulayım ki, Anar qardaş, bir çoxları itlərini gizlədir. Bax, mən sizə yazdım, nömrənizi istədim, yazdınız mənə nömrənizi, zəng elədim, hörmətlə danışdıq. Dedim ki, bəs əziz qardaş, biz çəkib təqdim eləmək istəyirik insanlara. Nə dediniz? Dediniz mənim gözlərim üstə, gəl, çəkək, göstərək, uyğun vaxtımda da sadəcə olaraq. Bir çoxları itlərini gizlədir. Bilmirəm niyə. Yəni bizim işi ilə əlaqədar qoymur. İnsan var, vaxtı yoxdur. Yəni səbəblər yox, bəziləri iminə konkret istəmir ki, görsünlər ki, onun belə iti var. Amma mən buradan da səslənmək istəyirəm ki, yəni bizim heç kimin malı ilə, mülkü ilə belə deyək də, yəni sizin icazə vermədiyiniz hissələri biz nə çəkməliyik, nə də ki onları göstərməliyik. Sadəcə olaraq necə ki digər ölkələrdə bəli, insan olan itləri ilə insanlar var ki, iti ilə fəxr eləyir, insanlar var maşını ilə fəxr eləyir, insanlar var ağacları ilə fəxr eləyir, quşları ilə fəxr eləyir, düzdür? Biz də bunları çəkib sadəcə olaraq bəli, hobbi kimi insanlara göstəririk ki, baxın, biz necə ki ruslar, türklər və digər xarici ölkələrdə göstərirlər ki, bizim belə itlərimiz var ölkəmizdə. Bizdə də belə itlər var və biz də bunu çəkib göstərmək istəyirik. Ona görə də bir daha vurğulayıram. Çoban dostlarınız, belə it yetişdirən qardaşlar, dostlarınız, yəni onlar hamısı bizim əzizlərimizdir. Onlara çox hörmətimiz var. Necə də deyərlər, siz də düzün qoşun, kömək olun bizə ki, onlarla kontakta keçə bilək. Çünki mən hamını tapa bilmirəm, hamı da məni tapa bilmir, loru dildə desək. Ona görə də bir-birimizə göndərək, bir-birimizə səslənək ki, bəs bəli, kontakt yarada bilək. Hər nəysə, deməli dedin 4 olacaq fevralın 4 olacaq fevralda. Təxminən dedin 14.95 kolkosudur. 800 kilo qalxır sportivni, yəni köklə arıq. Hal-hazırda 93 kilodur. Sırf dietada yeməkdə saxlayanda, ətlə verəndə 100 kiloya qalxır. 100 kiloya qalxır. Bəs hansı itlərin liniyasındandır? Bunun atası Sartandır, hal-hazırda yoxdur. Babası Qundur. Qun Xəzər, yaxşı. Test döyüşlər üzrə çempion Mirdir. Çempion Mir. Çempionatın adıdır. Çox çempionat Mir. Bəli. Çempionat Mir. Ana tərəfdən daha da tanınmış belə desək Maturxandır. Ruslan Xamatovun Maturxanı, yəni çox tanınmış heyvandır. Cinsli əcdadlı heyvandır. Bugünkü gündə hələ saxlayırıq. Bunun babası Kəbli Qalib götürübdür. Allah canını sağ olsun. Mən belə qeyd edirəm kim götürüb gəlib. Ana tərəfini Rüstəm götürübdür. Allah Allahın canlarını sağ olsun. Vaxtında götürüblər bu cinsləri. Biz də dəyərləndiririk, işləyirik üstündə. Ortalığa nəsə sartmaya çalışırıq.
Elədir. Balaları uşaqları da bəxşləmişəm rayonda yataqda da işləyənləri də var. Yəni bir robot istəyir ki, mən elə fikrim də odur ki, iddiayı yetişdirməkdən əlavə Azərbaycanın hər bir bölgəsinə bacardığım qədər paylayıram ki, qoy yetişdirsin, mükəmməlləşsin. Necə başqa ölkələrdə də təsərrüfat üçün yetişdirilir. Bizdə də qoy getsin yetişdirilsinlər. Ümumiyyətlə mənim bu raboçi məsələsində də özümün də yəni şəxsən xoşum gəlir ki, it fəal it olsun. İt bir qaça bilsin, tullana bilsin. Sadəcə olaraq düzdür. Haqq verirəm ki, bəli. İkincisi düzgün yetişdirilmək. Anar, əzizim, mən burada bir şey gördüm. Əgər imkan varsa, operator bu düz başa düşdüyüm qədər doğum yeridir. Bəli, yeraltı doğum yeridir. Gördüyün kimi tros da var. İt bağlanır, trosla bayıra çıxıb zəncirlə gezir. Qapısı açıq qalır. Qapı açıq da qoya bilərsən, bağlaya da bilərsən. Kim istəyir qabağını setqə edə bilər. İndi biraz indi. Yox, bu dəqiqə doğum yoxdur da ona görə. İnfeksiya olur, samandır, tökülür. Bunu qazlamışam torpağını. 1.20-1.30 arası dərinliyidir. Səbəbini deyim nəyə görə eləmişəm. Yayda bəkisi olur. Çoxsu itbozlar yayda bala alınmır deyə. Ancaq bu torpağın altı həmişə stabil qalır. İşte isti qalır, yayda sərin qalır. Necə köhnə pol qırırdılar, qazıyırdılar, padvallar. Onun səbəbi budur. Yayda nə qədər isti olur olsun, bu dəxli yoxdur ona. Torpaq saxlayır. Torpağı bir 30-40 sm torpaq istiliyi saxlayır, təmizimləyir. Küçüyü də rahat inkişaf eləyir, ana da incitmir heyvanı. Əziyyət vermir. O baxımdan belə bir şey düzəlmiş. Analoqu birinci məndə deyil. Mən nəsə kimsə düzəlmiş. Mən ümumiyyətlə sənə deyim ki, yəni mənim ümumiyyətlə türklərdə falan görmüşəm, yəni videolarda, amma bizdə belə yer olduğunu mən ümumiyyətlə eşitməmişdim. Səndən ilk dəfə görürəm. Fermalarda olur. İt gezir, özü qazıyır, eləyir. Ancaq sən ora girə bilmirsən. Türklərdə məsələn kanqallar gedir, 5 metr, 6 metr qazıyır. Küçüklər böyüyəndən sonra. Bu da bir dənə səbəb var ki, küçüyü ola bilər ölsün orada, qalıb infeksiya versin desə. Ancaq belə özün olandı, plekan da gördüyün kimi vardı. Plekanla girdin, baxdın, nə deyir, əyşəkli, çişli, hansı ölübsə onu götürə bilərsən. Yəni müdaxilə edə bilirsən. Əslində bu yaxçıdır. Biz qıraq adamın dayağı deymir, xəstəlik izad baxımından toxunmur. Ana da heç kim buraxmır, özün ancaq girirəm. Onu torpaqdır gördüyün kimi. Dəmir şveller atmışam. İndi biraz daha bəziyim. Yox, bildim. Oradan da girişi var. Əvvəldə 2 dənə idi giriş. Əməlli bunkerdir. Bomba versiyasıdır. 2 dənə idi. Sonra gördüm itlər bir-birinə ezirlər, zədə elə. Yenə. Ya onsuz da mikrofon səndədir deyə o çox zədə eləyirlər. Bir-birini ona görə aranı açdım deyə bir dəfə elədim. Bir dənə böyük elədim. Hardasa 2 metr yarım uzunudur. 2 metr yarım 3 metr. Gözəl. Heç bayaq sənə ora çağıranda heç bunu görməmişdim. İndi gördüm. Buradan da var. Buradan da var. İşlik var orada. Bir yana İtloqda bağlanır. Yəni rahat girib içəridə gezib fırlana bilsin. Həqiqətən əla fikirləşmisən. Nəzərinizə çatdırım ki, xətkeşimiz burada da. Şeydir. Deməli, videolarımızda, yəni hansısa bir iti deyirsən, xətkeş yoxdur. İndi qardaş deyir də, mən indi qardaşım. Hə, burdadır, amma çəkilən itlər də hamısı görünən itlər getsinlər, baxsınlar. Mən düşünürəm ki, mən gördüyüm qədər, gözlə azından görürsən də, burada 80 da var, belə deyək, hər ölçüdə var, amma faktiki olaraq sən özün dilinlə deyirsən ki, ən böyüyü budur, düzdür? Mən də ona görə fikirləşirəm ki, əgər onlar özdə çoxsa aqressivdir, gördüyüm qədərilə. Bir dənə bunu azından heç olmasa ölçə bilsək, ən azından o bəzi kommentoloqlar nəsə bu dəyməz. 55 basa bilərsən. 95 tükdədir, 94 sən dediyin yerdədir. 95. Bəli. Plus da yenə də yerdə oynayır, amma gözəl. Onda zəhmət olmasa dəyişək. Başqa məncə bu itimiz haqqında heç nə qalmadı danışmalı. Keçək, çıxardaq. Anar, itimizin ölçüsü 90-dan yuxarıdır. Aha. Özü demək olar gəlir Saturna, onun anadan qardaşıdır, atası gördüyünüz klipdə. Adı nədir? Adı Taylungdur. Taylung. 1 yaş 1 aylıqdır. Ayın 29-u düz 1 yaşı olub oktyabrın. Şimdi 1 yaş 1 aylıqdır. Hələ əni idi də onda. Əni ilə əlbəttə ki, hələ bu formalaşacaq. Hələ böyüyəcək. Əlləri, ayaqları düz. Ayaqlar bu barədə mən çox həssasam. Heyvan mən çalışıram ki, genetik çox sağlam olsun. Siz baxırsınız. Sərbəst yanır ayağın üstündə. Yəni problem yox. Sənin boyun neçədir? Mənim boyum 1.70-dir. 1.70-dir. Deməli, dedin anadan bir... Anadan birdirlər. Anaları bir. Ataları fərqlidir. Ataları fərqlidir, bəli. Atası da onun orada yeni videoda vardı. O sonuncu it. Bəli. Hə, atası odur. İndi göstərərik onu. Gör, yaxınlaşdırıb göstərə bilirsən o iti?
Sonuncu kreditkanın içində. Yəni indi birazdan videoda göstərəndə deyəndə ki, yəni o əniyin atasıdır, biləcəksiniz. Belə kiçiyimiz var, yəni bu da yetişir. Yəni 1 yaş 1 ay üçün çox gözəldir. Akrası da xüsusidir. Akrası da xüsusidir. Pələngi belə desək, köhnələr demiş. Gözəl. Boyu da 90 plus. Bəs sənin fikrincə boy neçə yaşına kimi artır? İtin cinsindən asılıdır. Yəni fərqlidir. Necə insanlarda da insan var, artır, dayanır, sonradan boyu gedir. Yəni müqayisəni nöş eləyirəm. Yəni ki, ox götürəndə canlıdır. Ola bilər dayansın. Ancaq statistika ilə götürsək 10 ayında 1 yaşında dayanır. Ancaq cinslər də var ki, il yarım necə. Bunun cinsi də elədir ki, bulağına tərəf, ata tərəfdə. İl yarım necə artım verirlər. 2 yaş necə də olur, indi 2 yaşında biraz qalınlama gedir. Yaxşı, indi professional it yetişdiricisi olaraq ümumiyyətlə sənə bir sual verim ki, bu biz çəkirik, paylaşırıq, göstəririk. Mən çoban itlərində, yəni professional deyiləm. Cinslərin bir çoxunda həqiqətən professionalam, amma belə deyək, çoban itlərində professional deyirəm, çünki heç vaxt saxlamamışam və yetişdirməmişəm. Mən də bilmədiyim şeyi danışmağı sevmirəm. Eşitdiklərimdən deyirəm ki, kommentlərdə də çox vaxt vurğulayırlar ki, məsəl üçün qardaş deyir ki, bu qurdbasardır, bu isə valkadav və bir çox insanlar təbii olaraq valkadav qurdbasar deməkdir zaten. Azərbaycan dilində qurdbasar deməkdir, bəli. Rus dilində valkadav deməkdir. Bəs ümumiyyətlə bunları fərqləndirən cəhətlər nədir? Mən öz fikrimi və görüşümü deyim ki, valkadavlar bir çox hallarda hündürlüyü daha yüksək olur. Valkadavın qanında düşünürəm ki, daha çox itlərin qanı var deyə düşünürəm. Elədir yoxsa yox? Düz vurğuladın. Bizim yerli itlər təəssüf ki, bizim çobanlar qanı dəyişmədilər. Ancaq öz bir-birinə yaxınlaşma getdikcə ona breeding deyirlər, yaxın qohumluq. Yaxın qohumluq nəticəsində də sən qranisada bağlandı, qabaq Gürcüstan, başqa ölkələrə gedib gəlir Dağıstan, miqrasiya edirdilər, belə deyək, köçürdülər, gəlirdilər. O qanlar dəyişirdi. İndi müəyyən çobanlarımız indi qanı dəyişiblər, görürsən ki, çəkiləri, boyları hündürdür. İndi müəyyən də görürsən ki, alabay qatıblar, biraz böyüdüblər. Ancaq bunların qanında həm alabay var, həm Dağıstan var, həm Gergebiski tip var. Dağıstanın özünün Gergebiski tipi var. Qoruyub saxlayıblar. Töbetdən, Qazaxların töbeti var bu. Bizim də indi qurdbasar təəssüf ki, az qalıbdı, çox az qalıbdı. O da qanı biraz gəlir, razbayvit eləmək üçün, dəyişmək üçün, başqa qan qatanda da o qanı itirir ki. O təmiz it sayılmayacaq, yəni valkadav, qurdbasar kimi. Burası indi nə bilim, çalışırlar da. Allah rəhmət etsin. İlham Qasımzadə çox çalışdırır. Allah ona rəhmət etsin, ruhunu şad etsin. İndi Nurlangili var, pitomniklərini mən olmuşam. Onlar indi çalışırlar, üzərində işləyirlər. İndi hamısı bacardığından işləyirlər. Mən sadəcə valkadavla işləyirəm. Çünki qurdbasar öz milli cinsimizlə söhbət yox. Mən razmer xoşlayıram. Bunların boyu qadı mənə qane eləmir. Hərənin bir zövqü var, müxtəlifdir. Onlar indi sürü üçün, zat üçün yaxşıdırlar onlar qorumağa. Düzdür, bunlar da yaxşı. Burası dağazada qalxmaq üçün avtomatikdir ki, balaca it rahat qalxır, semgəki. Raboçi olur, daha raboçi olurlar. O biraz tükmənlər özləri məsəl üçün orta balaca it də xoşlayırlar. Sonra indi seleksiya böyüyüb də inkişaf böyüyüb, vitamin böyüyübdür, yemlər seçicili var qabaq yalla baxırlar. İndi görsən ki, güclü yemlər var. Buraxılışımızın sponsoru Reflex Plus yemlərdir. Pişiklər və itlər üçün bütün çeşidləri mövcuddur. Əldə etmək üçün zoohouse.az mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz. Yemlər var, o ilə görsən ki, genetika da ayrı. Bunların genetikası düz vurğuladım. Cürbəcür qarışıq qanlar. Dönmək də yox, sadəcə başqa valkadavların yığışmasıdır. Ona görə də istərsiniz metislə yeridirlər bunlar. Ona görə də dedikləri kimi, yəni məcburi şəkildə bunları valkadav adlandırmalıyıq ki, ayırd edə bilək. Çünki bizim milli itlərimiz qurdbasardır. Bunlar, yəni ona görə valkadav deyirik ki, yəni bunlar gəlmədi, qarışıqdır ona görə. Buna da aydınlıq gətirdik. Ümumiyyətlə Anar, qidalandırmanı necə edirsən və tövsiyə edirsən? Qidalandırma imkan dərəcəsində ət verilməlidir. Arada bir toyuq əti də olar. Dəyişiklik lazımdır. Eyni yeməkdən heyvan insan özü bezir, şey gəldi. Gələk dəyişəsən. Rasyon pastayanlı dartılmalıdır o yana bu yana. Sümük yeməlidir. Çox adam deyir sümük olmaz, kəllə yox. Bunlar vəhşi heyvan, bunların gəmirici kişləri var. Bu gəmirici kişləri itləməkdən ötürü gələk onların sümük yesinlər. O sümük də nədir? Quzu kəlləsindədir. Oturub onu ilə belə deyək, raboçi şeylərini işlətməlidir, çənələrini. Bərkitməlidir. Korm yeməklə o şeyi ala bilməzsən sən. Düppədüz. Çünki bu hissələri bəli mütləq şəkildə işlən, güc verməlidir. Nə bilim, plasmas, o iqruşka atırlar, onu da bunlar yırtıcı itlərdir. Bunlar özü xoşlayırlar ki, üstündə dominantlıq olsun. Bu sürünü qorumaqdan ötürüdür bu sort. O həmişə çalışır ki, idarə eləsin. Ona görə çox görürsən ki, problemlər yanır valkadavla.
Düzü bunlar süni yaradılmış deyil, bunlar təkəmmüllə gəlmişdilər. Bu illər insanın vaxtından hələ təkəmmül eləyiblər. Bunlar xoş deyirlər ki, idarəçilik bacarmır. Belə görürsən ki, bu psixi sakitdir. Kletkada gördün ki, qoruyur. Ancaq bayıra çıxsa sakitdir. O da çox vacib anlardan biridir. Bayıra çağırtım, körpə uşağı da yaxınlaşa bilər. Bez problem bunu tumarı edə bilər, oynaya bilər, onu toxum bilsin. Gözəl. Bu çox vacib anlardan biridir ki, genetikanı qoruyub sağlam heyvan saxlamaq. Düzdür. Psixoloji problemli yox da, sağlam. Psixoloji heyvan yesinə də qayıdırsa, bu biraz apasındır. Olsa bu balaları da qayıdırsa. Düz, tamamilə razıyam. Bu bir çox hallarda sahibdən də asılıdır. Təbii ki, bir çox hallarda elə düzgün genetikanı belə deyək də qarşılaşdırmaqdan cinsləri, qanları bir-birinə. Düz. Heç nə düşünürəm keçək o birisi itimizə. Bu da bizim pitonumuzdur. Bayaqkının hələ küçüyün əniyin qardaşıdır. 1 yaş, 1 aylıqdılar. Bu çəkidə ondan çoxdur. Baydı 1-2 sant fərqli olar. Qalx görək. Baxsınlar sənə. Məndən ağırdır qaldırım. Piton baxarmış. Mənim üçün çox mehriban, adekvatlıdır, sakitdir. Bu o birisinə baxanda hə, adekvat. O da bayıra çıxandan sonra sakitdir. Bu vəbşə mehribandır, çox adamı belə oynamağı xoşlayır. Yaxşı piton, sakit. Deməli, nə deyəcəkdim? Bu deməli doğrudan da ondan biraz enlidir həm də. Amma boyunda deyirsən ki, 1-2 santi, o da ki, gəlib çatırlar bir-birini. Bu da adı da elə ilan piton qoymuş, ilan ili olduğuna görə. Bu da bizim balaca bir pitonumuzdur. Ümumiyyətlə həmən doğuşda neçə dənə bala idi? 9 bala idi, 4 erkək. Təəssüfən erkəyin biri ölübdür. 3 erkək, həyətdə məndə 2 qancıq. 2 qancıq da o yan, 3 qancıq da uşaqlarda yəni pay vermişəm. Gedib birini satmışam, ikisini pay vermişəm. Hə, deməli neçəsini saxladın özünə? Pomyotdan 5 dənə. 5 dənə saxladın özünə. Hə, bəli. 3 erkək, 1 qancıq. Deyən sakit ol. Bu erkək də elə bir erkək yesinə göndərmişdim. Erkək onu. Təəssüfən qalmadı. Belə. Gözəldir. Bu küçüklərin içində xoşuma gəldiyim budur. Çox mehribandır. Xasiyyətinə görə. Hə, çox adama belə bağlı heyvandır. Super. Privazın heyvandır sadəcə. İt görəndə Xolkan necə dəyişir o. Hələ qızıdır. Hə? Ata baladılar. Hə, ana baladılar. Bu Madonnadır. Adı 2 yaşı olub avqust ayında. Bu həmən erkəyin qızıdır. Deməli, Xəzərinin qızıdır bu. Hə. Gözəl. 2 yaşı var. Bunun xolkası təxminən neçə olar? 84, 85. Çəkisi yalan deyərəm. 70-dən yuxarı olar. Belə çəkməmişəm. Kiçik bəs çəkdik. Bu dostumun qancığı. Ona görə dəqiq çəkisini bilməm. Teçkədə deyə götürüb gəlib. Atası ilə üzləşdirim. Gördüyün kimi iti görəndə stoykada daha rahat boy bilinir. Yığmır özünü. Ata balarlar. Bu anası Arnold'un nevəsidir. Arnold da Rambo vardı Müslümün onun. Bizim Şəhriyarın iti vardı Arnold'un nevəsidir. Elə cavandır, elə buna biraz da inkişaf eləyəcək. Cütləşdirmirsən bunu? Cüt vurmuş bu gördüyümüz bu piton gülün, taylon gülün atası ilə. Evet. Gözəl dişidir. Çox sakit, adekvat gördüyünüz kimi. Balaları da var. Görürsünüz ki, sakit. Görür. Bir çox hallarda deməli dostumuz Əhməd var, tanıyırsan da yəqin ki. Olar. XL Dogs. Hə, onda bir dişi var. Dişi iddiası eləyirdi. Hansı daxil? Bildim Əhməd. Allah razı olsun. Hə. Yaxşı qardaşdır. Şamil Gil ilə deyəsən onlar duet edirlər. Nəysə ki, deməli iddia keçirmişik. İndi qalib o. Altında girib yazırlar ki, dişinin əsas boyu çəkisi yox, bala verməlidir. Mən də izah eləməyə çalışıram. Prosta izah eləməklə bitmir də. Yəni izah eləməyə çalışıram ki, qardaş, mən maşınımın bərk getməyindən fəxr edirəm. O birisi pasatkası ilə fəxr edir. Yəni insan demir ki, mənim itim ən yaxşı bala verən itdir. Deyir ki, mənim itim ən iri itlərdən. Bunun ixtiyarı da indi insan saxlayıb əziyyət çəkir. İnsan təbii ki, bir şeylə fəxr edir. Gözəl, dırnağı bərk olsun. Çox sağ olun. Bu da onların gördüyünüz kimi bacılarıdır. Aha. Görəsən Matildadan düşən. Deməli o 1 yaş 1 aylıq ənilərin bacısıdır. Bəli, bunlar doğma bacısıdır. Sadəcə olaraq anar deyir ki, onları həmişə açıq buraxmışam, açıq gəziblər. Pavadaka öyrəşməyiblər. O birisləri qayışa bağlayıb gəzdirmişəm, amma bunları qayışa vurmamışam deyə. Yəni qayış bağlayan kimi deyir, itə sıxılırlar, boynunu pükür eləyir. Ona görə biz elə buradan çəkirik onları. Yaşlarını falan hamısını bildiniz zaten. Boyları bu da onların qardaşıdır, nisbətən balacadır. Bu da onların qardaşıdır, amma nisbətən balacadır.
Bəli. Bu bəyər gördüyümüz qancıqdır, xəzənimizdir. Hə, o çəkdiyi xəzər. Onun balası. Gəl. Hələ kiçikdir. Gəl, gəl. Ayağı durmur, gəlməyiz. Gəl gözlərim, gəl. Ayıb yoxdur. Bu da olan ikinci bacısıdır. Ha, gəlməsin. Bu da onların digər bacısı. Bəli, bəli. Gözəl. Bu akrasdan çox xoşum gəldi. Hə, zoğaqlı. Qəşəng Orxan dilinə gəlir. Bu da bacı qardaşdırlar bunlar hələ, ikisi də. Aha. Həmən atadan birdirlər. Bir dənə ortadakı çıxmaya 2 dənə. Bunların yaşına qədər. Yanvarın 24-ü 1 yaşda olacaq. Cinayət. Yanvarın. Bu da atalarıdır. Bu da olan atasıdır veya gördüyün Bu kimi. həmin əniklərin atasıdır. 1 yaş 1 aylıq əniklərin atası odur. 7 yaşı olacaq. Bunun Gores adı. Goreç. Asiyetədən gəlibdir. Bu bizim damazlıq erkəkdir belə. Damazlıq erkəkdir. Bəli. Özünün neçə yaşı var? Aprelin 5-i 7 olacaq. 7 olacaq. 6 neçədir? Ümumiyyətlə sən neçə yaşına qədər tövsiyə eləyirsən erkəkləri cütləşdirməyi, dişiləri cütləşdirməyi? Erkək 1 yaş 1 ayında 2 ayından sonra biraz özünü bəlkə Yox, maksimalını deyirəm. Maksimal ha vaxt bala verir o qədər. Yəni yaş fərqi yoxdur. Ha sanki gördünüz Hə də gördünüz ya bala vermir o funksiyası yetişdirə bilmir, özünü sağaldıra bilmirsə, bala verə bilmirsə o heyvana toxunmaq olmaz. Bəs səncə bala verirsə və yaşına görə balanın zəifliyinə təsir göstərir? Göstərir. Göstərir. O doğulanda küçüyücə bilinir. Yaşlı heyvandan çox fərq görsən doğulur, ölür küçüklər, zəif olurlar. Ya görürsən ki, anormal doğulur. O hamısı yaşlılıqla bağlıdır. Onda vitamin vurmaq lazım erkəyə də. Yaşlı heyvana biraz xüsusi qulluq lazım belə qoy eləyim. Bəli. O yəni adi it kimi belə başqa cavan it kimi yox, xüsusi qulluqlar lazım, vitaminlər lazımdır, gezdirmək lazımdır. Bu hər gün buraxıram bunu gezir. Heç kimdə şey yoxdur. Özü üçün gezir, fırlanır. O da onun ömrünü artırır. Çox adam yaşlı heyvanı basırlar bir qəfəzə, bir küncə qalır, o özünə qapanır. İnsan kimi necə başlayır psixoloji qapanmağa. Ancaq gezəndə heyvan özünü yaxşıdır. Onun üçün görürsən ki, yataqlarda baxırsan ki, deyirlər itlərimiz 10 il, 15 il yaşayırdı. Çünki onlar açıq idilər. Onlar gezirdilər, sərbəst, sağlam idi. İndi yəqin ki, bağlı zəncirdə saxlarsa heyvanı istərsiniz. Ümumiyyətlə gezməlidir, ancaq yaşlı heyvan duvayına gezməlidir. Gündəlik buraxırsan da bunları. Demək olar hər gün gezir bu. Açıram qəfəzini, bütün həyət boyu fırlanır, heç kimdə şey yoxdur. Maşallah həyətdə yekədir. Hə, çox sağ ol. Fırlanır, yəni heç kimə ziyan vuruculuq yoxdur, nə təsərrüfata, nə bir insana. Super. Ümumiyyətlə bu yaylaqlara zada it göndərmisənmi özün? Göndərmişəm, yaylaqda var. Necə aparırlar özləri? Yaxşıdırlar, özlərini göstərirlər. Biri 4 aylıq, mən 5 aylıq tülkünü boğub öldürdüm. Canavarla yalan deyərəm, başa gəlsin neyniyər. Çaqqala tülkü işləyirlər. Yox, əsas fakt, yəni əsas getmir. Hər yox, qanlar genetikalarında var onların qorumaq, müdafiə eləmək, sürünü qorumaqlardır. Gendə gedir, o istərsən, istəməsən də o effektini verir. Elədir. Ümumiyyətlə sən bu bizdə bilirsən də hamı pay küçük istəyir, hamı it istəyir, amma baxmağa gələndə, həkimə aparmağa gələndə TikTokdan direktdə yazırlar ki, qaqaş mən buna nəyi ilə vurum, itim ölür. Yazıram ay qardaş, sən o itə bilməlisən ki, nə olub? Cavabdehliyi olmalı insanda birinci. Məsuliyyət olmalı. Məsuliyyət cavabdehliyi olmalı ki, sən bunu götürürsənsə bu canlıdır, sən buna sabah əgər sən təmin eləyə biləcəksən deyə götür. Təmin eləməyəcəksənsə bu heyvanı yəni günahdır götürüb işgəncə verməklə deyil. Həqiqətən. Paya da qalanda vallahi mən pay verirəm. Yenə də imkan dərəcəsində yataqlara zada. Lübitlə yox, çox belə fermalarda verirəm ki, qoy işləsinlər, artırsınlar. Çox dişi küçüyü verirəm ki, dişi belə deyil, davamçıdır da, onu bala alıb artıra bilərlər. Erkək elədir ki, öldü, getdi vəsə. Ancaq dişi elədir ki, sonra indi imkan alanda erkək də deyirəm ki, bax falan kəsdə var, mən vermişəm, apa vurarsan, liniyanı saxlarsan. Yəni cins əldən çıxmasın. Ümumiyyətlə mən sənə bir şey deyim. Goreçin xolkası neçə olar? Bu da 85, 86 belə. İndi yaşlandıqca istərsiniz çökür. Təbii, təbii. Ən maksimalı 85, 86 olub da. Hər. 80-80. Yaxşı. Fikir verirsənsə küçüklər 90 plusdur da. Analarına oxşuyub yoxsa? Həm analarına oxşuyub, həm onun atası özü 95 plus, 100 də çəksiydi. Yəni genetikasında iridir. Bəli. Məsəl üçün o xəzəni gördüyündə onun hər balası özü kimi çıxmayacaq. Ancaq o balanın özü babası kimi vermə ehtimalı çoxdur. İnsanlardan götürüb bilirsən ki, ata-ana balacadır, övlad yekədir. O söz var ki, onda gəlir çıxır bu o sözə ki, mənə bir dəfə dedilər ki, deyir bir dənədən bir
yaxşı itlər olur. Yəni boyu, çəkisi deyir. Bir Ya, dənədən ya. bir Düzgün, o düzdür, ya yoxsa yox? düzgün genetikadan asılıdır. Bunların anası, de o küçüyle anası necə vurmuş, həmişə yeri veribdi. Onda elə yerdə bil çıxıydı da. O genetdən asılıdır. Qancıq çox rol oynayır. Sağlam qancıq, sağlam genetika ilə o çox rol oynayır. Qaçışıq heyvan olmasın da, nə bilim pitbulla qatırlar, nəyə qatırlar? Mən onun tərəfdarı deyirəm. O sortu belə deyək də pisləyirsən şarjı, zibini sartırlar. Düz. Pitbull saxla, təmiz saxla, Rottweiler saxla, təmiz saxla. Baxanda lazım Düz. zıv. Qorumaq lazım bir sözlə. Cinsi qorumaq lazım, belə qeyd edeyim. Deyəm. Bir çoxları da povod götürür ondan ki, misal üçün deyir, indi ki bu qatıblar cinsləri. Onlar çoban itlərini bir-birinə qatıblar. Bəli, bəli, o qatılan itlər o daha çox iriləşdirmək üçün. sən yaxşı bir sözü söylədin, vurğuladın. Evet. Deyirlər ki, doqa vurubla iridir. Mən doq da saxlamışam. Doq heç vaxt 90 sm hamısı olmur. Ulanın içində bir dənə, iki dənə çıxır. Daca Volkadavdan çox çıxır için doqdan çıxır. Burası bizim psixologiya gördük. Ha, doqa vurubla iri çağırdı. Doqa vurub iri çağırtan olsaydı onda elə Avropa elə atardı qoyun itlərini hamısını elə götürərdilə xaricdən vurardılar iri çıxartdı. Düz. Düz qardaş. O atmaq lazımdır. Öz onlar da o bütüdür əslində. Doğrular da robot ütüdür. Biraz onların özünü qoruyub saxlasa daha yaxşı olar. Bir də xaricdə mən görmürəm nə qatan. Bir də bizim millət belə pis olsun. Müsəlman milləti çoxsu da indi atışdırırlar. Xaricdə qatırlarsa nəsə bir şey yaratmaq Yox, üçün qatırlar və onlar laborator bəli, bəli. Genetik testlərlə yoxlayaraq, bundan nə alınlar yoxlayaraq. Sortu yaratmaqdan ötürü da eksperiment üçün yox. Bizimkilər deyir, vuraq görək nə alınır. Hə də o bir də küçüyə görə bütün sonra o cinsi zibilini çağartır. O sonra o dönmə gedir düşür bir başqa adamın əlinə. Təsərrüfatına ziyan vurur. Görsən ki, heyvanları deyir ki, açılıb dağıdıb qoyunları vurub. O ondandır ki, düzgün yetişdirilməyibdir. Sən bunu yetişdirəndə sən qabağı fikirləşməlisən. Səndən sonra insandan incilməsin, əziyyət verməsin. İstəyir ayaq baxımdan, istəyir cins baxımdan. Gedib yesini dağıtmasın, Allah eləməsin, uşağına zadına bir xəsar yetirməsin. Bu çox əslində dərinliyə gedən vacib bir şeydir və ağır bir şeydir. Hər adam onu biraz fikirləşmir. Yox, insanlar çox məsuliyyətsizləşir. O hobbi də olsa, bu biraz ciddi hobbidir. Bu necə quşlar var indi hobbisi var, onlar uçurdurlar, məşğul olurlar, işləyirlər. Bu da həmən də heyvan da həmçinin. Düz. İtdə dəlidir ki, gələk cinsini tanıyasan, biləsən nə var, nə yox. Xasiyyəti nədir? Siz keçək başqa itlərimizə də. Keçək başqa itlərimizə deyəcək. Buradan fürsətdən istifadə eləyərək belə deyək, ən qeyri-adi izləyicim olan Kera Azayena profilini burada qeyd edəcəm və komment sayını da görəcəksiniz. Maksimal sayda 40-50 komment yazan izləyicilər olduğu halda 400 neçəsə, səhv eləmirəmsə 495 komment yazıb bu insan. Yəni buradan ona həm təşəkkürümü bildirirəm, çünki bir dənə videomu buraxmır boşuna və hər videonun altına ən azı 5-10 komment saatları belə o hər mövzuya dair öz fikrini bildirir. Buradan ona həm salam göndərirəm, həm də təşəkkürümü bildirirəm. Bu bizim Ayudu. 3 yaşı olacaq fevralın 2-si. Biraz kaçoktu, boyu hündür olmasa da. Kələ deyə kələ. Hələ adı üstündədir ayı. Şeydir, bunu fragman kimi paylaşmışdım kanalda. Gördüm ha. Adı Ayu, özü ayı. Hələ adı kimi ayıdır. Qardaş dedi deyəsən yaman adamcı oldu bu. Biraz adamı qıraq adama qarşı söylüyor. Yesinə qarşı gördüyün kimi adekvatlıdır. Çox sakin. Neçə yaşı var dedin? Fevralın 2-si 3 yaşı olacaq. Bu da öz qapımda doğulub, atası da öz qapımda doğulub. Liniyası Kalmyski Baykal'dır. Ya sakit ol. Belə bir Ama atası səndədir yoxsa hələ də? Atası dostumuzdaydı, öldü ya, yoxdur. Öldü. Bəs anası? Anasını vermişəm, gedibdi. Mən çox saxlamadım, bala aldım, elə bir qancı gəlib bala aldım, sonra getdi. Hə. Bu iki qardaşlar, bir qardaş başqa yerdə. Amma ayağı durmayan bunun qızı idi, adamı saymadı. Hə. O saymamazlıq eləyən qızı idi. Xarroş. Biraz yaxınlaşaq kadr götürmək üçün istəyirsən? Yoxsa yox, təhlükəlidir. Yox, çək. Gəl, baxma. O itə tərəf biraz deyirəm. Hə, yox, onu saxlayamayacam bunu. Saxlaya bilməyəcəksən. Yox. Neçə kilo ola? 80-dur. 80? Bəli. 80. Hə, xolkası elə hündür deyil. 80 plus belə digər itləri ona görə ölçmürəm ki, əziz dostlar, izləyicilər. Adama gəlir bu. Çünki yəni bir mənası yoxdur da. Yəni qardaş misal üçün dedi ki, ən hündür itim odur. 94-95-də ölçdük.
94 çıxdı. Yəni o digərlərini 80-85-ə ölçməyə məncə Yəni ehtiyac yoxdur. indi arıq vəziyyəti o vəziyyətə gəlir. Belədir. Bu da nəzərə almaq lazım. Xüsusən yenə də məsəl üçün belə aşeniklə dikəldəndə belə it görəndənin effektini vermir. Tamamilə. Bəli, bəli, o stoykada dayanır, belə deyim. Çox Boyevoy dəyişirlər. stoykada dayanır o şey. Necə idmançı bir adi vəziyyətdə, bir də var stoykada dayanır. Fikir verirəm itlərə, sənin də itlərimin quyruqları kəsilmir. O əslində alabayların kesilir deyə, o da bilsən necədir? O tərkəmələr kesiblər. Onun da səbəbi cürbəcürdür. Bir səbəbi odur ki, yatanda, qoruyanda sürünü, burununun quyruğunu verir altına ki, iyi hiss eləmir. Mən o fiziyə inanmıram. Mən bir boş söhbət baxıram. Burası indicə idi. Ona görə o vaxtdan kesiblər. Müəyyən də insan var deyir ki, quyruğu sevmirəm, xoşuma gəlmir. Ona görə kesə, yox, mən xoşlamıram. Nə gördüyünüz quyruq kesiyor, anadan gəlmirlər la. Çoxsunu anadan gəlmə kesilib. Kesilib də deyir amma doğulublar elə. Bu da bizim ayımız. Biz uğursuna keçək. Hə, keçək. Biraz böyüyə keçək yenə. Bu da bizim damazlıq erkəyimizdir. Sazı biraz zəifdir indi. Balaca xəstələnmişdi deyə. Ya narahat olma, adamdaş yox. Bu da hündür heyvandır. İndi damazlıq kimi götürmüşəm. İnşallah istifadə edərik. Bundan da balı götürərik. İndi neçə yaşı var? 7 yaşı var. 7 yaşı. Rovna 7 yaşı var hələ. Amma deməzsən. Sağlam qalıbdı. 7 yaşına görə yaxşı qalıb. Sadəcə biraz indi görkəm bidindən biraz arıqdı. İndi ola bilər deyəcəklər ki, bunda it belə sağ. Təzə qəlbi deyir, biraz zəifliyib də, xəstələnmiş də olmuş. Yox, da o boyda itləri vəziyyətini görəndən sonra. Yox, hamısı gördünüz bir dənə budur. O da təzə qəlbi deyə. Düşünürəm qardaşlar İnşallah. düzgün qarşılaya. Bu Vulkanın nəvəsidir. Vulkan deməli Superliga çempionat var da, belə deyim sizə. Onun nəvəsidir bu. Atası da onun çempion olubdu. Bunlar iri cinslər. İndi bu gördüyünüz dişilərlə qatıb, biraz da Azərbaycan belə deyək, yetişdirək itlərini yekə desinlər ki, Azərbaycanda da belə yekə itlər vardır. Bəli, əlbəttə. Dinozavrlar var, mən bir şey vurğulayıram. Düzdür. Bu belə bir yaşlı da olsa, ancaq formadır, dişləri yerindədir. Qılıqları yerindədir. Dişlərdir. Görürsən, Boyevoy duxu yerindədir, yaşına baxmaraq. Arslan. Adı nədir? Arslan. Arslan. Boş uşağını. Ola öz yesi gibi qoyub uşağını yesi. İtlərin xüsusən də qəşəng atları var. Hə, çox sağ ol. Hamısının dırnağı bərk olsun. Çox sağ ol. Həqiqətən qardaş. Bu da 90 plusdur. İndi arıqdır. Gördüyün kimi düzəlir, vitamin kompleks vurulur, qulluq olunur, yeməyi verilir. Allah sənə necə deyərlər, xoş mənada. Çox sağ ol, var ol, minnətdaram. Ki, istədiyindən də daha yaxşı şəkildə var ol, çox sağ ol. Sizin də kanalınızı uğurlu arzulayıram. Təşəkkür edirəm. Çəkilişləriniz daha da güclü olsun. Əzizlərim, bugünkü buraxılışımızın sponsoru Reflex Plus yemlərdir. Reflex Plus yemlərinin hər növ çeşidləri mövcuddur. Əgər sifariş eləmək istəsəz, zoohouse.az mağazalar şəbəkəsi ilə əlaqə saxlayın, sizə pulsuz çatdırsınlar. Əgər heyvanlarınızın baxıma ehtiyacı varsa, mütləq şəkildə Zoomagic Bakuya müraciət eləyin. Bu da bizim Həbib qardaşın pələngidir. Xəzən atadan qardaşıdır, Sartanın oğludur, bunun nəvəsi. Ana tərəfdən Sultangilidir, Qırmızı Sultan vardı. O birinci yekə göstərdiyimiz, onun boyunu ölçdüyümüz itin doğma qardaşıdır. Atadan. Hə, anaları fərqlidir. Bəli, fərqlidir. Əzizim, bunun boyu nə qədər olar? 90 plusdur, hardasa belə. 90 plusdur. Bəli. Əgər 92, 93. Tuta bilərsənsə xəkkişi bir dənə verin, bir dənə tutaq. Çünki çox, necə deyim, hündür adamlar gəldi. agresiv baxır, nə? Təzə gəlib elə, məni tanımırız. Hələ, yaxın. Rəngi ancaq köynə bizim itlərimizin rəngidir. Hə. Qurtbasar rəngidir. Rəngi olmaz. Qabaq ayağın arxasından yuxarı sümüyünə kimi. 90 plus də belə gözlənir. 90 plus nağdıdır. 90 90 92 91 92. Hə, 92. İndi arıq da elə biraz bu da indi qurd dərmanı verilir, təzə gəlib deyə. İndi baxım artır deyə özü istərsiniz boyu da rol oynayacaq inkişafında. Gördüyün kimi bunun da ayaqları genetik sağlamdır. Düz. Bu da qonun nəvəsidir, Sartanın oğlu. Bu ata birdilər dedim. Yaşı neçə oldu?
Yaşım onun hələ 3 neçə olmalıdır. Xəzənlə bir 5-6 ay sonra doğulub. Sonra da olur. Hə, bir 5 ayın hardasa. Təxmini elə aprel zadı. Dayanmır 5'ləri. Ha, enerjikdir, sağlamdır biraz. Fəaliyyət tut pasdan. Gözəl heyvan. Eş eləyəcək, arılı saxla. Eş eləyirsən. Enerjik itdir. Sağlamdır ya, nə görsən. Dırnağı Yanında bərk biraz olsun. qoturuq var, o heç düzələcək. Onlar Dərman düzələn çəkilib. şeylərdir. Onu da göstərək, digər itlərimizi göstərək. Qazillan çağır. Bunun balaları falan var. Hələ ki yoxdur olacaq. Hələ ki yox. Taza gəlib. Sənin özündə anar qardaş, ümumiyyətlə balalar haçan olacaq inşallah. İzləyicilərimiz maraqlı olur. 2 aya, 3 aya müəyyən iddia doğum olurlar. İndi vurmuş həmin bundan bu yana da olacaqlar. Aha, inşallah. İnşallah olanda istərsən onu da çəkiliş çəkib atarım, ya özün yap çəkərsən. Ümumiyyətlə sənin nömrəvi təqdim eləyə bilərik ki, sən nə vaxtsa bala olanda əlaqə Problem deyil. 051 404 76 66 051 404 76 66. Qeyd eləyəcəm orada sizə yazılı formada. Buyurub yaza bilərlər. Hə, tamam. Deməli, əgər bala üçün hələ yox da bilirsiniz ki, bala yoxdur. Olanda Bala istəsəz haçansa bu gördüyünüz itlərdən əlaqə saxlayarsınız. Anar qardaş sizə zamanını deyər və vaxtını deyər. Sən keçsən bayram. Bu bayaq gördüyümüz ayının doğma qardaşıdır. Godzilla'dır bunun adı. Ayının doğma qardaşıdır. Adı da Godzilla. Aha, fərqlidir burası, quruluşu zadı. Çox tema adı. Moxaroş. Qulaqları da pitbull kimi kəsilir. Ha, mən ucdu xoş deyirəm balazımını. Qəşəng. Çox sakit gördün ki. Bırax ipini boğursan. Ata bir, ana bir, hə? Bəli, ana da bir, ata da bir doğmadılar. Əsas fərqlidirlər, quruluşdadılar. Deməli, onda belə çıxır ki, təxminən 3 yaş civarıdır. 3 yaşı fevralın 2-si olur. Moxaroş, Moxaroş. Hamısını da günə-gün yadında saxlayıb. Bəli. Əziz izləyicilər, fikir verirsiniz. Kimsə qeyd edir, mən də indi beyində saxlayıram. Düz. Uşaqlar görsən zəng vurur mənə, Zağrani sadacı vurur ki, sən bilirsən deyə ha vaxt olmuşdu mənim kiçiyim. Dinazı o dərəcədə yəni. Elədir. Ya cinsini soruşur. Sağlamdır gördüyünüz kimi. Çox. Ayaq baxımı hər şey. Belə itlər görəndə adamın ürəyi açılır. Hə, çox sağ. Mayor da çartasın bayaq. Tix. Sakin. Görsən, hiperaktivdir, enerjilidir. Bu da heyvanın sağlamlığından gəlir. Bəli. Çox gözəl heyvandır. Nadicdir, deyən bir. Dəyişək əzizim, dəyişək. O birisini səni çox yoracaq o. Dəyişək. Ümumiyyətlə, mən bir söz demək istəyirəm. Elə anar qardaş da buradayken kakras. Bir çox hallarda izləyicilərimiz, indi hamıya şamil eləmirəm, vurğuluyurlar ki, az danışdırdın, az sual verdin itin haqqında. Məsəl üçün Godzilla. Yaşını demişik, boyunu demişik, düzdür. Bayaqda videoda görsənir ki, zaten. Yəni mən bundan artıq nə sual verim qardaş? Şeydir, əzizim. Kimə maraqlı ola ətraflı yazar. Deyil ki, mən soruşum ki, neçə dənə canavar boğub, neçə dənə çaqqal boğub, neçə dənə tülkü boğub. Anket doldurmuruq neçə deyək. Burada məsəl üçün qardaş, binədir də əzizim. Yəni mən binədə soruşa bilmərəm bax ki, bu it marketə gedib gəlir ya nəsə. Yəni loğu dildə deyək də. Bəli. Burada faktiki olaraq nə mümkündürsə, mən onu soruşa bilirəm ancaq. Boyu nədir, çəkisi nədir? Atası, anası kimdir? Səhv deyirəm qardaşım, sən bir yetişdirici olaraq mənim səhvimi düzəlt. Əsas informasiya bu da yenə deyirəm, bu CV vermir bir yerə, anket doldurmur ki, bu işə düzəlməyəcək ki. Məsəl üçün anar qardaş sözünü kəsirəm. Yaylaqda olsaydı, mən anar qardaşa deyəcəkdim ki, necə hadisələrlə rastlaşmısan, qoyunları otaranda məsəl üçün nə hadisələr baş verib, onlar haqqında danışmaq. Sürünü necə qoruyurlar, necə idarə edirlər. Ayrı mövzulardır və orada sözdən söz yaranır da. Burada ancaq standart sözlər var ki, suallar var ki, o sualları verməlisən. Düşünürəm indi digər itlərimiz də gəlsin görək. Nəhayət gəlir. Bu biləklərin də gündə dayanır. Hələ belə saxlayın onu. Bu da mayordur. Bu da bizim kiçikdir. Şıltaq kiçikdir biraz. Həmən Qoresin oğludur. Qoresin oğludur. Bəli. Ülvünün bosu vardı, onun qızından düşüb Kaşmarın nəvəsinə. O ənilər var idi, əziz bəli, onların atadan 1 aylıq. 40 neçə gün aralarında fərq var. 40 neçə gün? Hə, bu böyük var. Ata bir, ana fərqli. Qoresin atasına oxşadığını deyə onun adını elə mayor qoydum, atasına oxşayır kopya.
öz babasını. Onda elə bu da deməli 1 yaş. 1 yaş 2 aylıqdır. Hə, bu onlardan 3 olacaq. 30 gün böyükdür. Bəli. Aha. 40 gün. Sentyabr budur, oktyabr bizimkilərdir. Çox görürsən, bu da adekvatlı yaxınlaşıb tumaraya bilərsən, yəni narahat olma. Plan elə cinsi. Tumarlayan kimi Xüsusi cinsəlidir ki, oynayır ya oynamaq istəyir. İstimət olacaq. Şıltaqdır biraz, oynar kiçikdir də indi. Biraz zəd eləyib özün rəşad. Bir də bir fikirlər var. Bəli. Bu 5 barmaq, 6 barmaq söhbətlər. Sən bu fikrə necə yanaşırsan? Mən öz fikrimi deyim, Aha, belə bəli. lap elmi dildə desək. Biz üzr istəyirəm. Buyur, Heç buyur. kimin dediyini şübhə altına almırıq Bəli. və heç kimin dediyinə o yalan deyir, səhv deyir. Mən konflikt yaratmaq üçün heç Yox, kimə yox. söz atmıram, heç bir şey. Sadəcə olaraq Hə, hər bir bir götür onu. şəxsin individual fikri mənim Bəli, üçün bəli. maraqlıdır. Aha. Bax, elə itin üstündə göstərim. Aha, göstər. Yaxşı belə saxla iti, zəhmət olmasa. Bax, arxa ayaqlarını görürsüz ki, bu normaldır. Yəni bir dənə olanda da artıq da olur. Necə insanlarda görsən ki, 5 barmaq deyil, 6 barmaq. Bu nə genetik bir şikəstlikdir, nə də ki bir qüsurluqdur. Olur da indi çıxır belədir. Mən çox vaxt görürəm ki, bu həm sümüklüdürsə, bizim dostumuz var Karaçayevdən, o həm işləyir. Əgər sümüklüdürsə toxunma. Əgər ətlidirsə, onu kesib götürmək lazım körpə vaxtı. İndi həkim götürür, kim götürür. Çünki bu sabah əziyyət verir ona. O gezəndə zədə deyəndə deyir. Ayaqları da belə. Yo, ayaqlar o genetik o dispaziyadır, o Aha. xəstəlikdir, o başqa şey. Burada görürsən ki, ətlidir deyə, Aha. bu gezəndə əsasən də bu qarda zətdə, nə bilim yataqda gezəndə qan axımı var. Heyvana işgəncə verir, o incidir də, elə bir oynayır. Çeçələ barmaq kimi ezlər, əziyyət verir ona. Ona elə olar çox götürür. Ancaq onda görürsüz ki, bu normal yoxdur. Yəni o pis də deyil, yaxşı da deyil. Belə orta bir şey. Sadəcə belə deyirlər ki, güya canavarın ayağı 6 barmaq olduğunu qurt ayaq deyirlər. Yəni deyirəm, kim müxtəlif fikir, kim istəyir saxlasın ki, mən ancaq təsvir edirəm ki, bu artıq olanda onu həkimə aparanda, yəni aparıb, hə, körpə vaxtı ki, işgəncə verməmək üçün. Qulaq da həmçinin körpə vaxtı həkim tərəfindən keçirsə daha düzgün olar. Ki, heyvanı incidilməsin ki, soxsa böyük heyvan sonra kesilsin. İndi mən biraz belə kesirəm, indi biraz uzun sol kesirlər. Onun səbəbi nədəndir? Bu deməli yataqlarda çox var. İtlər niyə görə qulağını uzun kesirlər? Yataqda çox var butqa olmadığından torpaqda yağış yağanda itin qulağına su gedib girir deyə o qulağında atit yaradır. Ona görə qulaqları uzun saxlayır. Çox adam bunu bilmir mənası. Deyir qulağı niyə yeri saxlayırsan? Qulaq həm başını iri göstərir. Alabaylan boş forması. Bəli, alabaylan biraz baş qoluşu ayrı zulan, başı biraz ayrı su girmir deyə. Ancaq itə görsən ki, yağış yağanda itin qulağına deyəndə it şey eləyir. Diskomfort yaradır itdə. O belə. Bu da bizim küçüyümüz, Həbib qardaşımızın. Gözəldir qardaş itlərin. Bu da dırnaqları bərk yeşdiririk belə. Balqadavları. Yaxşı da baxırsan. Sağ ol, çox sağ ol. Gəl. Bala da var içəridə. Özünə saxlayıb. Hər özünə saxlayıb bunu. O başqa itin balası bu, adət yox. Bu da bir qancığımızdır belə. Şəmkir zonasında ala kaplan deyilən bir it vardı Mehdiçinin. Ala kaplan. Hər ala kaplanın nəvəsi. Bunun da qulaqlarını gördüyün kimi yesi saxladığına görə mənə gələndə 6 aylıqdır. Daha öncə heyvan işgəncə vermək mənası yoxdur. İndi qulaqlı da yaraşır. Əslində biz indi psixoloji öyrəşmişik ki, illər üzrə həmişə görmüşük it qulaqsız olub. Buna görə qulaqlı gələndə biraz adama şey gəlir, maraqlı gəlir. Ancaq gördüyünüz kimi qulaq heç bir məşət eləmir. Qulaqlı da saxlaya bilər. Qurban olduğum bunu qulaqla. Bəli, indi Allah əziz rəhmin də sənin demişəm, sünnət kimi bir şeydir. Yəni istəyirsən götürə də bilərsən. Ya bu ziyanı yoxdur. İndi kim istəyir kesir, kim istəyir kesmir. Neçə yaşı var mı? Dekabrın deməli 14-ü 3 yaşı olacaq. 3 yaşı olacaq. Olacaq, ha. Neçə qarın bala verir? 3 qarın bala veribdi. 3 qarın bala verir. Həyətdə balası yox idi desə, yoxdur. Burada var körpələr, pəs onların iynələri ki, taza vırılıb bayıra çarpmır. Yəni vacib anlardan biridir ki. Hal-hazırda bunun balalarından var satışda? Yox, satışda yoxdur. Az doğulduğuna görə saxladı özünə. Özünə saxladı. Bəli, bir də dostumuza vermişəm. Bir də elə vacib anlardan odur ki, kiçik iynələri, vaksinləri vırılıb qutaranaqca onu bayıra çıxartmaq da olmaz və qıraq insan yaxınlaşıb. Çox var deyirlər, gedək baxaq. Bu xəstəliyi götürür. Sonra biraz acınacaqlı vəziyyət. Gəl, düzdür. 10 salaq içəri. Anar, əziz qardaş, çox sağ ol, təşəkkür edirəm. Çox sağ ol, sənə təşəkkür edirəm. Vaxt ayırdınız, gəldiniz, çəkdiniz. Dostlar, şöyle təsvir eləyərəm ki, kimisə iti varsa, yəni bu çəkilişin məqsədi odur ki, əsas bizdən narazı qalmasın. Yox, sağ olun, çox sağ olun. Heç bir sənin istəmədiyin bir şey demədiyin, çəkmədik ki. Heç bir kapriz olmayıb, nə də olmayıb. Çox sağ olun, çox şad oldunuz tanışdığımıza da.
Əziyyət çəkmişsiniz, gəlmişsiniz, var olsun kameramanımız da Allah canını sağ eləsin. Dostlarınızda da onu təsir görərəm ki, kimisə iti varsa, burada bir şey yoxdur. Gəlir, çəkiş eləyir, tanıdır. Даже qoy görsünlər ki, Azərbaycanda da belə yetişdirirlər itlər. Xaricdə də bir boy ölkədə də, Türkiyədə də, nə bilim, başqa ölkələrdə də gedib çəkirlər və s. ölkələr. Qoy bizdə də görsünlər ki, Azərbaycanda da belə itlər var. Bu xarici kanallardan da baxırlar, onlara da maraqlı gəlir. Yəni onun pis şey yoxdur burada. Hansı it istəyirsiniz çəkir, hansı it göstərmir, sizi məcbur eləmir ki, gəl mənim bunu göstər, ya onu göstər. Bəli. Bu məcburi bir şey deyil. Sizə yazdı, mənə sağ olsun dedi, canlar çəkiliş eləmək istəmirəm. İndi imkan elədim, Vahadnoy günbə saldım, işlələrdən alınmı. Gəldi çəkilişini elədi. Bu həftə yox, gələn həftə yox, filan həftənin filan günündə. Hələ yəni bu kimin vaxtı var, bu gizlənməyə mənası yoxdur. Bəli, əlbəttə. Yəni bunlar necə deyirlər? Qoy tanınsın da. Yəni mənə şəxsən bəli, bəlkə də elə insanlar var ki, nə bilim, paxıllıq duyur insana bilir. Əsəriyyəti insanlara göstərməmək lazımdır. Biz Biz nə demək istəyirəm, amma biz o insanlar deyilik. Mən şəxsən fəxr edirəm ki, sənin gözəl var qardaş. Dırnaqların möhkəm olsun. Çox sağ ol. Şad oldum səninlə həm tanış olmağa, həm çəkilişimizə. Çox sağ olun. Düşünürəm ki, bu yerdə sağollaşa bilərik. Çox sağ olun. Sağ olun əziz izləyicilər. Salamat. Sağ olun.